Saat 4:40'dır. Uje 5-ci dənəməmdir. Saat 10'da gərək Körolda olum. Simenə çatım deyə. İş yoldaşlarımın bəziləri hesablarımı kəşf ediblər. Bəyənsələr nə xoş, bəyənməsələr də bəyənməyə bilərlər də, yəni şəxsi fikirləridir. Üçüncü yazdığımdır. Birincisini paylaşmışam onsuz, ikincisini de bir ara paylaşırım. Bu da yavaşın paylaşmak istiyorum. Rayonun havası hoş geldi, şehrin toz torpağı boş geldi. Sen birden kalbime hoş geldin, ama çok kalmadın, tez gittin. Gözlerim beynime tuş geldi, gözlesem de sen mahul geldin. Göz yumdum, kör uydum, düz durdum, gözlerim birden tez dolur. Qafiyəni mən tutamıram, tutsam da ucunu bırakmıram. Səhərləri mən tez duramıram, dursam da aylanı geri yatıram. Ay gözüm niye töksün yaşını, nur üzdün niye dönsün başını. Bal dillin niye sıksın canını, at taşını, sil yaşını, düzeler vaxt taşını. Bu boşluq hissələrdə nəqarət ola bilərdi. Bu sözü, nə bilim, nəqarət yazmaq hələ ki en azından mən idi. Bu danışmağı da 4-cü dəfə deyirəm, 5-ci dəfə. Ona görə əvvəlki kimi səmimi olmayacaq. Məndən kömək istəmirsən, istəsən də belə gizləyirsən. Nə olsun ki məni istəmirsən, mənim istədiyimi tək sən bilirsən. Unutmağımı sən istəyirsən, ey unutmağımı sən istəyirsən. İstədiyimi sən istəyirsən, amma istəmədiyimi də istəyirsən. Gecələr düşünüb dururam birdən, repostlarına mən baxıram hərdən. Yazdıqlarını da dalsam əmdən, dediklərimə mən 100% bələdəm. Məndən olsan qoç kesəcəm, məndən olsan əgər yox deyəcəm. Evinin önünə də post tikəcəm, dizinin dibini də ev biləcəm. Ay bu nədir, cringe yazma, səhv düz desəm də dik baxma. Dalğalar da daşlara vurmasın, gözlərim də səni axtarmasın. Oldu belə paşam mənim, ey 20 olsa 100 yaşım mənim. Səhv olsa düz başım mənim, istəmirəm 100 olsun yaşım mənim. Həvəsim qalmayıb heç nəyə daha, heç nəyin yoxmuş məndə oha. Heç nəyin olsan da birdən aha, hər şey oldum sənin üçün hətta. Son dörtlükləri yazıram belə, istəsəm bir gün yazarsan mənə. Yazsan əgər birdən birə, nə olar bilmirəm o zaman belə. Yəni də hobbitləri çox abartmayın. Beləlikə abartı da bilərsiniz.